Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, necəsiniz? Nə var, nə yox? Keyfiniz, əhvalınız necədir? Ümid edirəm, hər biriniz yaxşısınız. Sizdən çox xahiş edirəm. Kanalıma baxanlar, yeni gələnlər, kanalıma abunə olub izləməyi, mənə dəstək olmağı, bacınıza dəstək olmağı unutmayın. Nə olar ki, bacı şkolar. Dəstək olun da bacıya. Mən qadınlardan dəstək istəyirəm, həmrəy olağın. Beləcə düşdüm ilk həyətə. Gördüyünüz kimi həyətimizi külək çox gözəlləşdirmişdi. Bütün yolun, çinarın, ağacların hamısı bizim həyətdə idi. Həyətimizdə elə ağac olmasa da həyətimiz biraz böyükdür. Ancaq yolun da çinarın, ağacların, bütün çinarın yarpaqları bizim həyətdə olur. Həmişə payız vaxtı. Mən də ilk düşüb həyəti süpürdüm, həyətimizi gözəlləşdirdim. Bugün də saat 7-də durmuşam. 7-də durub baxmayaraq ki, hava soyuqdur, şaxtalıdır. Düşdüm həyətə, ilk həyətdən başladım. Dedim, yatanları oyatmayım. Qaynanam yatmışdı, uşaqlar yatmışdı. Onları oyatmamaq üçün evdə işləmədim, düşdüm həyətə. Həyəti süpürüb yığışdırdım, getdim. Belə bir toxum var idi. Dedim, onları da əkim. Bilirəm, gecikmişəm. Mən təzə, yəni başlayıram bu ildən əkinə, biçinə. Özümüzə yetdi istəyirəm əkim. O da dedilər, gecikmisən. Sentyabrın axırı, oktyabrın əvvəli olur. Dedim, eybi yoxdur. Yenə də əkim, səpim toxumu üstünə klyonka keçirdərik. Nə vaxta çıxar. Belə həyəti süpürdükdən sonra biraz belləmişdim həyəti. Keçən dəfə çəkiliş eləmişdim. İndi də belə nə deyirlər ona, dırmıqladım da, dırmıq vurdum. Daha sonra da toxumu səpib, suladım. Qaldı üstünə salafan keçirtmək. İnşallah onu da edəcəm. Belə həyətdə toxumları səpəndən sonra da bir belə gülüm var idi. Dedim, şaxta, onun digər güllərimi çıxartmışdım yuxarı, şaxta vurmasın deyənə. Bir dənə bu aloe gülü həyətdə idi. Dedim, onu da qabını dəyişim, çıxardım. Nəhayət uşaqlar durdu, artıq günortaya yaxın idi. Günorta yeməyi hazırladım, uşaqlara kartof qızartdım. İşim çox idi deyəni dedim, kartof qızardım, yanında da manqal salatı. Uşaqlar yedilər, məktəbə göndərdim, keçdim qaynanamın otağına. Qaynanam da durmuşdu artıq, uşaqlar da saat demək olar ki 12-yə işləmiş durublar. Bu günlərim biraz gec durublar. Mən də onların yatmış olduğu haldan istifadə edərək həyətdə bir çox işlər gördüm. Sonra qaynanamın otağını, uşaqları məktəbə yola salandan sonra qaynanamın otağını səliqəyə salıb servantını sildim. Daha sonra evi təmiz yığışdırdım, süpürdüm, sildim. Dedim, elə yığışdırıb süpürmüşkən onun da otağını çəkiliş edim, çəkim. Baxasınız, izləyəsiniz. Budur mənim qaynanamın otağı. Allah can sağlığı versin, Allah əskik etməsin böyüklükdən. Nə deyək, Allah verdiyi ömrü doya-doya, sevə-sevə yaşamağı nəsib etsin. Qızlar, o gördüyünüz narlı nəlbəkilər, mənim qaynanam hələ də onlarda çay içir. Yəni, başqa nəlbəkilərdə içmir. Başqa istəkanda, ağ istəkanda içir, xrustal ya ağ, yəni dümağ görünən bir istəkanı var, onu da içir. Başqa yəni deyirəm, nə qədər fincanlar var, alıram da, evdə də var, içmir. Ancaq özünün, belə deyim, öz cəhizliyində, öz qablarında içir. Bax, belə səliqəyə saldım, gül kimi, çiçək kimi. Evdən ilk bunun otağından başladım. Sonra keçdim uşaqların otağına, digər işlərim var idi. Biraz bugün çox işlərim oldu. Onları gördüm. Sonra da qızlar belə padvaldan yeyəcəklərimizi çıxartdıq. Yayda biraz əziyyət çəkib hazırladıqlarımdan çıxartdım. Bunlar hamısı mənim əlimin əməyidir. Ləzzət edir baxanda belə. Kompotlar, yapon əzgili, feyxua, nar, heyva hərəsindən bir dənə çıxartdıq. Burada tutmalardır, acı biber, qırmızı pomidor, xiyar tutması, bunlar manqal salatıdır, bu tomatdır. Özümün hazırladığım tomat, yaydan demək olar bəri tomata pul vermirik. Bu da pomidor sokudur, soku deməyim, yəni belə acika kimi, ikra kimi, yəni soğutma yeməklərinin yanında yeməyə. Bu da bir cemdir, şəftalı cemidir.
Çıxartdıq, dedik daha başlayaq, start verək hazırladıqlarımıza. Mən də onu ekonomiya bilirəm, evimə, ailəmə dəstək olaraq belə yayda hazırlayıram ki, yəni pul verməyək bu şeylərə. Deyirəm hərdən ki, tamata pul vermirik, bu mənim əziyyətimdir. Bu şeyə pul vermirik, çalışdığım qədər, bacardığım qədər həm təbii, həm də özümün əziyyətimlə hazırladığım, belə deyim, məhsullardır, ləzzət edir. Çıxartdıq bir qismini, belə çox dadlı idi, heç biri də xarab olmamışdı. Manqal salatını da tuxovkada eləməmişdim, sobada deyim, eləməmişdim. Elə manqalda eləmişdim, çox gözəl, elə ətirli, dadlı, ləzzətli idilər. Bilmirəm qızlar, mən eləyəm, yoxsa bütün xanımlar, bütün qızlarımız belədir. Adam özü əziyyətlə hazırladığı bir şeyləri ləzzətlə baxır, zövq alır kənardan. Burada da kələm almışdıq, yəni bir dənə kələm hazırladım tutmasını. Dedim bunu da tutma qoyum. Bunu ağ kələm olaraq hazırladım, ağ tutma. Bunun 2 gün öncə də qırmızı kələm tutması hazırlamışdım. Baçoklar aldım, biri 2 manatdan 5 litr idi. Balecə baçoklar idi, çox gözəl. Sırf bir dənə böyük kələmin tutması gedir içinə. Ona görə bir kələmi qıpqırmızı elədim. Belə bir qab idi, çox gözəl mənə əl verir. Yəni bizim ailəmizə yetdik bəsdir. Çox istəmirəm, çünki xiyar tutması da eləmişəm yayda, pomidor da eləmişəm. Bunları da zövqə görə belə hazırladım ki, süfrədə verək, yəni uşaqlar, ailə yesin deyə. Belə bir qab ağ kələm tutması hazırladım. Belə bir qab da qırmızı kələm tutması qoymuşdum. Yəni artıq demək olar qırmızı kələm tutması deyib. Belə. Onlardan sonra keçdim ki, uşaqlar məktəbdən gələnə yemək hazırlayım. Bu səbzi qovurmanı uşaqlar lap ətsiz də olsa belə hala qovurması deyim. Deyirik biz, çox sevir uşaqlar. Həqiqətən də bizim uşaqlar çox sevir bunu. Qatıqdan çox gözəl yeyirlər. Yəni ətli də xoşlayırlar, ətsiz də xoşlayırlar. Cücələrim gəldi. Allah bütün balaları qorusun. Allah onları bizə çox görməsin. Allah daima yaxşı günləri göstərsin. Bütün övladların valideynlərinə xoş günlərini göstərsin, bizlər də içində inşallah. Budur mənim cücələrimə, mən də hazırladım sevə-sevə, ləzzətlə. Deyirlər ki, mama biz yeməyi məktəbdən gələndə qaynar qoy yeməyi qarşımıza, qaynar olsun, qap qaynar. Mən də onlar gəlməyinə 10 dəqiqə qalmış ocağa qoyuram, qaza qoyuram, yəni qap qaynar olur. Onlar gələndə də qaynar özləri sevdiyi kimi də qoyuram qarşılarına. Ondan sonra keçdim, belə bir bizə hədiyyə vermişdilər, böyük bir kədi vermişdilər pay, kətdən sağ olsunlar, verən adam. Çox böyük bir kədi idi, bunun bir hissəsini belə sokluyub, suda, buxarda pişiririk, sinəni çox gözəl yumşaldır. Ömər yemədi, amma Ömərdən başqa hamımız yedik. Ömər hər şeyi xoşlamır, xanımlar çox kapriznidir, özünün xüsusi yeyəcəkləri var. Belə bir hissəsini yedik, bunu isə mən aş üçün çəkirəm. Bu yəni balqabaqlı aş, kədili aş eləyəcəm inşallah zamanı gələndə. Ona görə bunu belə çəkirəm. Biraz əziyyətlidir. Bunu mən bu aşı indi çəkiliş eləyəcəm. Başlıq aşı bişirəndə, hazırlayanda aşın əvvəlindən sonuna qədər çəkiliş edəcəm, izləyərsiniz. Sırf Ağdaşda, yəni belə olur, kədili aş. Mən qaynanamdan öyrənmişəm, yəni qaynanam mənə öyrədib, o cürdə edəcəm inşallah. Onu elə çəkdik. Çəkəndən sonra da maşından keçirdəndən 2 dəfə keçirdəndən sonra suyunu sıxıb bir torbaya keçirdirik. Daha doğrusu torbaya doldurub asmışam. Bir yerdən, yəni suyu süzülsün. Suyu süzüləndən sonra bir ağır bir şeyin altına qoyuruq. Yəni üstünə bir ağır kötük qoyuruq. Bax xanımlar belə bu tam bişir pambıq kimi. Ondan sonra onu belə üstünə şəkər tozu töküb yeyilir. Sinəni çox gözəl yumşaldır. Üstünə ağır bir kötük qoyuruq. Onun da suyu təmiz süzülür. Qupquru olur da, qupquru. Sonra onu şabalıd da, qoz da tərkibində var, yəni. Çox ləzzətli bir aşdır, xoşum gəlir. Yəni edəcəm inşallah, edəndə də çəkiliş edəcəm.
Burada da kiçik bir alış-veriş eləmişdim evə. Bir cüt qaynanama damaşnik, bir cüt özümə damaşnik aldım. Qaynanam özü elə xoşlayır. Dedi mənə kişi damaşniki al, rahat olsun, geniş olsun. Sonra belə bir qab aldım, nə bilim, dedim içinə soyuducuya nəysə yığıb qoymağa. Xırda bir şeydi. Evin qurtarmır demək olar alış-verişi. Həqiqətən də belə bir zakolkalar istədi qızım. Yəni qız uşağınla çıxanda biraz qəliz olur. Bu paltar, xanımlar, bu paltar bir veşilkasdı. Xoşum gəldi. Qışda yəni evə və yaxud da ki, hər hansısa bir yerə, istədiyiniz yerə sancıb iki tərəfdən də asılqan yeri var. Paltarlarınızı sərib, sonra isə paltarlar quruyandan sonra götürə bilərsiniz. Belə bir süzgəç aldım. Yəni süzgəçlərim var idi. Sadəcə olaraq bu balacadır. Məndəkilər böyük ölçüdə idi. Birdən elə olur az göyərti yuyulanda və yaxud da ki, nə bilim, makaron, verməşil süzəndə az da, yəni uşaqlara yetdiyi, ailəyə yetdiyi ehtiyac olurdu. Ona görə aldım. Budur aldıqlarım. Bunları qızım götürübdü. Heç istifadə eləmir, sadəcə olaraq ağlına gələni götürür. Burada da qaynanam bayram kremi istəmişdi. Bu kremi istifadə eləyir qaynanam illərdir. Sonra isə xanımlar, bizim bir ailə dostlarımız var. Onun övladı məzuniyyətə gəlmişdi. Mən xəstə olduğum üçün gedə bilmədim. Çox həsrətdən gözləyirdim özüm ki, uşaq gələndə ora gedəcəm. Qismət olmadı. Ancaq belə bir şirniyyatlar bişirdim, hazırladım, göndərdim. Həqiqətən də gözəl insanlar, yaxşı insanlar var. Bunlar bizdən, yəni yoldaşımla yoldaşım dostdur. Gəlinlə də mən elə bilirəm ki, mənə bacıdılar, qardaşdılar. Həqiqətən də Allah qorusun pis gözdən, pis nəfisdən bizləri. Hər an yanımızdadılar, hər an yanlarındayıq. Həm mənə qonşudur, həm də yaxın dostluq. Yəni elə bilirəm ki, bacıyıq, yəni iki bacıyıq belə. Düzdür, fikrimdə çox şeylər tutmuşdum, başqa cür fikirləşmişdim. Nəsə qismət olmadı. İnşallah xeyirli salamat əsgərliyini bitirib gəlsin. İnşallah onda ürəyim istəyən kimi iştirak edərik.